Gerek gene dersen barbatlara seni seviyorum. Ha, sevmeden diyor Allah. Resulullah ne yazırdım? Yazırdı, açıram pəncərəni, üşüyürəm. Bağlayıram, töyüşüyürəm. Deyəcəksən ki, aç, gəh bağla. Məni nadan sanma, kişisən suala cavab verir. Üşüsəm yaxşıdır, töyüşsəm. Üşüsəm yaxşıdır, yoxsa töyüşsəm. Bu nə demək istəyir? Deyir, ha vaxt açıram pəncərəni, ağzımı açıram, haqqı deyirəm, məni Sibirə sürgün eləyirlər, orada üşüyürəm. Nə vaxt demirəm, nə qədər haqsızlıq görmək olar, nə qədər vicdansızlıq görmək olar, ədalətsizlik görmək olar. Onda töyüşüyürəm, ürək xəstəliyinədir. Mənə deyəcəksən, bəzən haqqı de, bəzən nahaqqı. Məni nadan sanma, kişisən suala cavab ver. Ya mən Sibirdə üşüyüb ölməliyəm, ya da burada ürək xəstəliyindən ölməliyəm. Çox böyük. Böyük. Onun biri də var, onu buyurun. Ruslara yazır gene də. Yazır ki, sən üst mərtəbədə yaşayırsan, mən alt mərtəbədə. Sənə də havası torpaq lazımdır, mənə də. Bir ovuc buğda da neymətdir, bir dənə də. Onursa yazır, nə olsun sən Moskvada yaşayırsan, mən Bakıda. Sən də insansan, mən də. İnsana hava, su, torpaq sənə də lazımdır, mənə də. Bir ovuc buğda, nə olsun siz çoxsunuz, ayrıs milyonlarlasınız. Biz azıq, biz də insanıq da bir dənək, əzmə, bəsdir.